Salam, hörmətli tələbələr. Bugün biz sizinlə farmakognoziya fənnindən mühazirə dərslərinə başlayırıq. Mühazirə dərslərini sizə farmakognoziya kafedrası müdiri Profesör Cavanşir İsayev söyləyəcək. Birinci mühazirə mövzumuz, demək, farmakognoziya bir elm və tədris fənni kimi əsas anlayışlar, dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal, bioloji fəal maddələr, farmakognoziyanın ixtisas və digər yaxın fənlərlə əlaqəsi, provizor praktik fəaliyyətində farmakognoziyanın mövqeyi, dərman bitki xammalının farmakognozi tədqiq üsulları, dərman bitkilərinin kimyəvi tərkibi, dərman bitkilərinin bioloji fəal maddələri və müşayiətici maddələr, ilk və ikincilik metabolitlərinin biosintez yolları, dərman bitkilərinin təsərrüfatının sistemləri. Farmakognoziya əczaçılıq ixtisasında təhsil alan tələbələr üçün ixtisas fənlərindən biridir. Son illər ümumiyyətlə dərman bitkilərinə marağın artması farmakognoziya fənninin nə qədər vacib fən olmasını bir daha sübut etmişdir. Qeyd etmək lazımdır ki, hal-hazırda dünyanın 70-dən çox ölkəsində 20 mindən artıq müxtəlif dərman bitkiləri bir çox xəstəliklərin müalicəsində və profilaktikasında tətbiq olunur. Son illər, demək, istifadə olunan dərman vasitələrinin 60-70%-ə qədər bitki mənşəli vasitələr hesab olunur. Qeyd etmək lazımdır ki, bitkilərin istifadə sahəsində inkişaf tendensiyası artmaq üzrədir. Bununla ilə bağlıdır. İlk növbədə dərman bitkiləri və onlardan alınan müxtəlif fitovasitələrin insan orqanizmə az əlavə təsirlər göstərməsindən bağlıdır. Həmçinin fitoterapiyada qeyd olunmalıdır ki, bir çox dərman vasitələri, bitki mənşəli dərman vasitələri sintetik vasitələrin yaratdığı əlavə təsirləri arzu olunmaz halların arada qaldırılmasında vacib rol oynayır. İlk növbədə gəlin baxaq görək ümumiyyətlə farmakognoziya fənni nədir? Farmakognoziya qədim elmlərdən olub, dərman bitkilərindən, bitki, heyvan və qismən də mineral mənşəli dərman xammallarından, eləcə də bitkilərdən və heyvanlardan hasil edən dərman əhəmiyyətli ilk məhsullardan bəhs edir, onların xüsusiyyətlərini öyrənir. Bu termin Yunanca farmakon, dərman və ya zəhər, gnozis, məlumat və ya bilik sözlərinin birləşməsinə əmələ gəlmişdir. Və ilk dəfə 1815-ci ildə Zaydlerin Analekta Farmakognostika adlı əsərində öz əksini tapmışdır. Farmakognoziya fənni haqqında danışanda ilk növbədə onun əhatə etdiyi vəzifələr qeyd olunmalıdır. Və bu aşağıdakı vəzifələri için diqqətinizə çatdırmaq istəyirəm. Yeni tədqiqat obyektlərinin elmi cəhətdən araşdırılması, məlum olanların daha da təkmilləşdirilməsi və səmərəli formalarının istifadə olunması. Biz bilirik ki, günün bugündə dərman bitkilərinin tədqiqi yönündə işlər bütün demək olar ki, dünyanın inkişaf etmiş ölkələrində, eləcə də Azərbaycanda da davam etdirilir. Və bir çox artıq istifadə olunan dərman bitkilərinin digər hissələri, məsələn, deyək ki, hər hansı bir bitkinin çiçəyi və ya meyvəsi istifadə olunursa, onun digər hissələri, yarpağı, yeraltı hissələri fitokimyəvi cəhətdən araşdırılır və tərkibində olan bioloji fəal birləşmələrə uyğun olaraq tibbdə istifadə olması demək, təklif olunur. Empirik təbəbətin öyrənilməsi, ali, ibtidai bitkilərin və heyvan mənşəli maddələrin çox tərəfli qohumluq skrininginin analizi. Bu, bilavasitə müxtəlif ölkələrin xalq təbəbətinin təcrübəsinin tətbiq olunması, 100 illərlə həmin o xalq təbəbətində tətbiq olan bitkilərin bilavasitə demək, elmi baxımdan araşdırılaraq praktik təbəbətə tətbiq olunması aspektini əhatə edir. Həmçinin biz bilirik ki, elə cins bitkilər var ki, həmin cinsə daxil olan bitkilərin birində və ya ikisində hər hansı qrup bioloji fəal birləşmə aşkar edilibsə, demək, tədqiqatlar nəticəsində həmin cinsdə daxil olan digər bitkilərin tərkibində də bu qrup birləşmələrin olması və tətbiq olunan bitkinin analoq olaraq digər növlərində
istifadə olmasına şərait yaradır ki, bu yöndə çoban yastığı, daz otu, boy mədərən və çoxlu sayda bu cür cinslər saymaq olar ki, əvvəl bir növ istifadə olunursa, hal-hazırda həmin cinsə aid olan digər növlər də praktik təbabətdə tətbiqini tapmışdır. Perspektivli bitki növlərinin və heyvan xammalının fitokimyəvi və zookimyəvi öyrənilməsi. Yəni, perspektivli müəyyən edilmiş bitkilərin və heyvan növlərinin və ya xammalının fitokimyəvi tədqiqatına aparılması ən vacib tədqiqat aspektlərindən biridir. Fitopreparatlara, təbii birləşmələrin təmizlənmiş məcmusuna, ayrı-ayrı fərdi maddələrə və dərman xammalına aid standartların, müxtəlif monoqrafiyaların işlənilməsi və təkmilləşdirilməsi. Qeyd etmək lazımdır ki, hər hansı dərman bitki xammalı və ya fitovasitə ilkin tədqiqatlardan sonra və ya deyək ki, farmakoloji, kliniki tədqiqatlar həyata keçirildən sonra tibb praktikasına tətbiq olunursa, ilk növbədə, ilk illər, xüsusən 5 ilə qədər müvəqqəti farmakopeya məqalələri mövcud olur və müəyyən müddət keçəndən sonra, o 5 il və ya 10 il müddət keçdikdən sonra həmin müvəqqəti farmakopeya məqalələrinə yekun düzəltişlər olunduqdan sonra onlar artıq farmakopeya məqaləsi və ya monoqrafiyalar formasında təkmilləşdirilmiş şəkildə təklif olunur və bunlar da hər hansı bir dərman vasitəsi üçün, xüsusən fitovasitələr üçün belə götürək, vacib analitik normativ sənədlər hesab olunurlar. Onların istər istehsal prosesində, istərsə də sonraki istehlak prosesində bütün keyfiyyətinə nəzarəti həyata keçirməyə imkan verən rəsmi sənədlər hesab olunurlar. Elmi təbabətdə istifadə olunan bitki və heyvan mənşəli xam malın və ya təklif olunan yeni xam malın ehtiyatının müəyyən edilməsi. Bu ən vacib vəzifələrdən biridir və qeyd etməliyəm ki, bu məsələnlə bilavasitə ehtiyatşünaslıq analiz üsulunla məşğul olmaq olur. Hər hansı bir dərman bitki xam malının, xüsusən yabanı dərman bitki xam malının tədqiq olunması, onun tərkibində hər hansı bir qrup bioloji fəal maddəsinin olmasına iş yekunlaşmır. Mütləq şəkildə həmin dərman bitki xam malının hər hansı bir ərazidə ehtiyatın təyin olunması həyata keçirilməlidir ki, biz bilək, məsələn deyirəm, itburnu bitkisinin Quba rayonunda, Qusar rayonunda və ya deyək ki, Şamaxı rayonunda il ərzində nə qədər tədarükü mümkündür. Və bu proseslər həyata keçiriləndə dərman bitki xam malının bioloji ehtiyatı, istismar oluna biləcək ehtiyatı və illik tədarük oluna biləcək terminlər demək formalaşdırılır və onların əsasında təyin olunan, tətbiq olunan dərman bitki xam malının ehtiyatı müəyyən edilir. Eyni zamanda həmin dərman bitki xam malının kütləvi yayılma sahələri, yayılma arealarının müəyyən olunması da bilavasitə ehtiyatşünaslıq tədqiqat işlərinin vacib məqamlarından biridir. Və bütün bunlarla yanaşı, yəni ehtiyatın təyin olunması bilavasitə imkan verir ki, tükənən növlər, eyni zamanda mühafizəsinə ehtiyac olan bir çox yabanı dərman bitkilərinin mühafizə olunması həyata keçirilsin ki, bu da dediyimiz kimi bilavasitə bu vəzifə ilə bağlıdır. Növbəti, xammal bazasının yaradılması və genişlətilməsi məqsədi ilə perspektivli bitki və heyvan növlərinin yetişdirilməsi üçün onların bioloji xüsusiyyətlərinin öyrənilməsi. Bu məsələ müəyyən qədər biologiya ilə bağlı olsa da qeyd olmalıdır ki, son illər həqiqətən bu yöndə çox geniş tədqiqatlar aparılır. Bu da onunla bağlıdır ki, təbiətdə mövcud olan yabanı dərman bitkiləri insan cəmiyyətinin bugün ehtiyac olan fitovasitələrə tələbatını ödəyə bilmir. Ona görə də müxtəlif yabanı dərman bitkilərinin yeni çeşidlərinin alınması, onların becərilməsi, xüsusi aqrotexniki qaydalarla onların qulluq olunmasının nəticəsində onların tərkibində olan bioloji fəal birləşmələrin miqdarını müəyyən qədər artırmaq olur. Və qeyd olunmalıdır ki, becərilən dərman bitkilərinin yabanı dərman bitkilərinin bir fərqli cəhəti var ki, yəni onların əkildə əraziyə aqrotexniki qulluq olduğuna görə və onlara digər bitkilərin, alaq otların qarışdırılması minimum həddə olur ki, bu da dərman bitki xam malının müəyyən qədər keyfiyyət baxımından təmizliyinə imkan yaradır. Bütün digər fənlər kimi farmakokoziyanın və ya elmi təbabətin formalaşmasında da
müxtəlif ölkələrin xalq təbəbətləri demək vacib rol oynayır. İlk növbədə qeyd olunmalıdır ki, insan cəmiyyəti formalaşdığı vaxtlardan başlayaraq və insanlar formalaşdığı ilk vaxtdan başlayaraq müxtəlif bitkilərlə bir çox məqsədlərlə təmasda olublar. Qida kimi, geyim kimi, sonralar isə onlar müxtəlif xəstəliklərlə, xüsusən epidemiyalarla və digər bu cür ağır formada yayılmış xəstəliklərlə qarşılaşdıqda ətrafında bitən bir çox bitkilərdən primitiv şəkildə kör-körana demək müalicə olunmaq üçün, müdafiə olunmaq üçün istifadə edirlər. Və bu cür primitiv formada olan təcrübə sonradan yavaş-yavaş xalq təbəbəti formasına çevrilmiş və dünyada demək Çin təbəbəti, Hind təbəbəti, Ərəb, Tibet, Azərbaycan və digər bu cür xalq təbəbətinin formalaşmasına səbəb olmuşdur. Amma xalq təbəbətlərinin ən böyük çatışmayan cəhəti o olub ki, yəni min illərlə davam edən bu məsələlər şifahi şəkildə nəsildən nəsilə ötürülür və adətən bilirsiniz, kütləvi şəkildə müharibələr, epidemiyalar baş veriləndə bu 100 illərlə toplanmış məlumatlar bir gün içərisində yox olub gedirdi. Ümumiyyətlə qeyd olunmalıdır ki, bu xalq təbəbəti ümumiyyətlə dərman bitkilərindən istifadə olunması haqqında məlumatlar, hətta müxtəlif demək tarixi məlumatlarda daha çox indiki İraq ərazisində yerləşən Mesopotamiada və Şumerlərin, eləcə də onların təcrübəsini mənimsəmiş Babilistan və Asurların gil lövhələrində olan tarixi mənbələrə görə hətta bitkilərdən, dərman bitkilərindən xüsusən istifadə eramızdan 4000 il əvvələ qədər gedib çıxır. Görün, nə qədər dərman bitkilərinin istifadəsinin qədim tarixi var. Ən qədim təbəbətlərdən biri ümumiyyətlə bu bitkilərdən danışanda və ya ümumiyyətlə təbəbətdən danışanda Yunan təbəbəti hesab olunur. Yunan təbəbətindən hətta sonradan Misirlilər, Farslar və digər yaxın şərq ölkələri də geniş şəkildə mənimsəyib onlardan istifadə etmişlər. Məşhur Yunan həkimi Hippokrat haqqında biz hökmən qeyd eləməliyik. Onun müxtəlif məqsədlərlə 230-dan çox dərman bitkisindən istifadə etməsi haqqında müxtəlif məlumatlar hal-hazıra qədər gəlib çıxmışdır. Yunan alimi Feofrast botanika kitabı, yəni bitkilərə aid 15-dən çox kitab tərtib etmiş və həmin kitablarda bir müəyyən qədər bitkilərdən istifadə olması haqqında məlumat vermişdir. Digər Yunan alimi Diaskarit, Materia Medica adlı kitabında müxtəlif xəstəliklərdə istifadə olunan bitkilər haqqında məlumat vermişdir. Yəni bu yöndə xüsusən Yunan həkimi və filosof olmuş Qalen haqqında da mütləq biz qeyd etməliyik. Təsəvvür edin ki, onun çox saylı əsərlərində 300-dən çox bitkidən, 70-80-ə yaxın heyvan mənşəli xam malın, 60-dan çox mineral mənşəli xam malın istifadə olması haqqında məlumatlar bizə gəlib çatmışdır. Qalenin təklif etdiyi sadə dərman formaları da olsa, dəmləmə bişirmələr, indi bugünə qədər Qalen dərman formaları adı ilə əczaçılıq praktikasında istifadə olunur. Ümumiyyətlə, elmi təbəbətin formalaşmasında vacib rol oynayan ölkə xalq təbəbətlərindən biri də Çin xalq təbəbətidir. Yəni onlarda özünə məxsus fəlsəfi nəzəriyyələr mövcud olub, müxtəlif formada. Bilirsiniz ki, Çin ərazi baxımından da böyük dövlətdir və çox qədim onların tarixi mövcuddur. Belə çox saylı demək, həmçinin Nepal, Tibet və digər ərazilərində onlara yaxın yerləşməsi, yəni istifadə mövqeyindən bu təbəbətlər bir-birinə yaxın olsa da fərqli xüsusiyyətləri də var. Xüsusən Çində Şennonun tərtib etdiyi kitab 3000 il demək onun tarixinin olması sübut olunmuşdur. Həmin kitabda 2000-ə yaxın müxtəlif dərman bitkilərinin istifadə olması haqqında məlumat verilir. Bir şey nəzərinizə çatdırım ki, hal-hazırda Çinin müasir xalq təbəbətində 20 mindən artıq dərman bitkisi müxtəlif məqsədlərdən istifadə olunur. Yəni bunun nə qədər böyük rəqəm olmasını bilmək üçün qeyd edim ki, Azərbaycanda təqribən 4100-ə yaxın ümumiyyətlə bitki bitir. Yəni görün, bu nə qədər
demək vacib rol oynuyor. Bir şey də qeyd edim ki, Ərəb, Çin, Tibet və digər xalq təbəqələri qədər geniş yayılma gücünə və tarixinə malik olmasa da, Azərbaycan xalq təbəqəti də müəyyən qədər qismən də olsa elmi təbəqətin formalaşmasında rol oynamışdır. Ümumiyyətlə, Azərbaycan xalq təbəqətindən danışanda xüsusən 10-cu əsrdə yaşamış Əli İbn Abbas Məqsudçinin əsərlərini qeyd etmək olar ki, orada dərman bitkilərinin demək və ümumiyyətlə sadə və mürəkkəb dərmanların istifadə olması haqqında məlumatlar əks olunur. Həmçinin digər Azərbaycan alimi, təqribən 14-cü əsrdə yaşamış Yusuf İbn İsmail Xoyun da əsərlərində ümumiyyətlə belə götürək farmakognostik anlayışlar baxımından bəzi terminlərə təsadüf olunur. Həmçinin 17-ci əsrin məşhur Azərbaycanlı həkimlərinin sırasında İrəvan şəhərində yaşamış Hacı Süleymanın demək əsərlərini qeyd etmək olar. Yəni bu yöndə tədqiqatda xüsusən orta əsrlər Azərbaycan tarixində bu cür şəxsiyyətlər mövcud olur və onlar bəlkə də günün bugünkü elmi araşdırmalar baxımından primitiv görünsün, amma o dövr üçün böyük işlər, yəni böyük tədqiqatlar şəklində bunlar təqdim olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, biz elmi xalq təbəqətindən və ya ümumiyyətlə dərman bitkilərinin istifadəsindən danışanda hərçənd ərəb alimlərin sırasına daxil olsa da bu Özbəkistanda Buxara şəhərində yaşamış Əbu Əli İbn Sinanın demək əsərlərini qeyd etməmək olmaz. Hal-hazırda da Əbu Əli İbn Sinanın əsərlərinin də qeyd olunan dərman bitkiləri, digər müalicə vasitələr haqqında bugün də araşdırılır və bugün də həmin vasitələrin nə qədər baxmayaraq ki, çox 100 illərlə qabaq yazılmış bu əsər günü bugün də öz aktuallığını itirməyib və müxtəlif elmi araşdırmalar üçün demək vacib rol oynuyor. Eyni zamanda biz təbəqətin formalaşmasından danışanda 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində mövcud olan real vəziyyəti və xüsusən Şərqi Avropa ölkələrində gedən inkişafdan mütləq qeyd eləməliyik. Bu yöndə xüsusən İsveçrə alimi farmakognost Aleksandr Çirkin işləri mütləq qeyd olunmalıdır. Yəni o ilk dəfə farmakognoziyanın 3 cildi dərslik nəşr etdirmişdir. Həmçinin Şərqi Avropa ölkələrindən xüsusən o dövrdə götürsək keçmiş SSR məkanında olan dövlətlər, həmçinin Bolqarıstan, Rumıniya, Polşa və digər ölkələrdə də farmakognoziyanın ilkin formada inkişafı demək mövcud olmuşdur. Amma sonra Sovet dövrü qurulandan sonra müəyyən qədər indi biz SSR-nin təzadlı tarixindən danışmaq istəmirəm, amma o dövrdə farmakognoziya sahəsində də mütəxəssislər olub və bu elmin ümumiyyətlə inkişafında özlərinə məxsus müəyyən rol oynamışlar. Xüsusən bu keçmiş SSR məkanında Gamerman, Blinov, Kuznetsova, Yakovlev, Muravyova, Malodochnikov, eyni zamanda Gürcistanın Eristavi kimi farmakognoziya alimlər qeyd olunmalıdır ki, bunlar öz dövrlərinə uyğun olaraq farmakognoziya inkişafında müəyyən bir mövqe tutublar. Yəni 20-ci əsrdə Azərbaycanda da farmakognoziyanın özünə məxsus bir inkişaf istiqaməti olub və o haqda da mütləq danışmalıyıq və bilavasitə Azərbaycanda farmakognoziyanın inkişafı demək mərhum professor İsrafil Dəmirovla bağlıdır. İsrafil Dəmirov 50 ilə yaxın farmakognoziya kafedrasının demək müdir vəzifəsində çalışmışdır və bu müddətdə həqiqətən çox böyük işlər görmüşdür. Onun dövründə kafedrada professor Kərimov, dosent Manafov, dosent İslamova, dosent Şükürov, dosent Bağırov, dosent Xəlilov demək kadr olaraq ilk farmakognoslar olaraq elmi kadrolar kimi yetişdirilmişdir və hal-hazırda Azərbaycanda farmakognoziyanın müasir inkişaf tempində formasında olması üçün bu insanlar əvəz olunmaz rol oynamışlar. Qeyd olunmalıdır ki,
İsrafil Dəmirovdan sonra 1989-cu ildən 2017-ci ilə qədər kafedramıza professor Yusuf Müəllim Kərimov rəhbərlik etmişdir. Yusuf Müəllim Kərimov kafedra rəhbərlik etdiyi müddətdə demək 5 əczaçılıq üzrə fəlsəfə doktoru və 2 əczaçılıq elmləri doktoru kadrlar hazırlamışdır ki, həmin hazırladığı kadrlar günü bugün əczaçılığın müxtəlif sahələrində, eləcə də profil kafedralarda demək elmi tədqiqatlarla və demək elmi tədrislə məşğul olurlar. Professor Kərimovun hazırladığı 2 elmlər doktorlarından biri Professor Tahir Müəllim Süleymanov Əczaçılıq Kimyası kafedrasından hal-hazırda rəhbərlik edir. İkinci elmlər doktoru Professor İsayev isə Farmakokineza kafedrasının hal-hazırda demək müdir vəzifəsində çalışır. Hal-hazırda Farmakokineza kafedrasında Azərbaycan florasının tədqiq olunması baxımından böyük həcmdə işlər görülür. Kafedrada olan doktorantlar, kafedrada olan dissertantlar Azərbaycan florasının maraqlı növ bitkilərin tədqiq olunması, onlardan müxtəlif fərdi maddələrin alınması və praktik təbliğata tətbiqi üçün bu yöndə müxtəlif ölkələrin alimlərindən, xüsusən qardaş Türkiyənin alimlərindən, həmçinin qardaş Türkiyənin Hacəttepe, Anadolu, Ege kimi universitetlərindən demək elmi araşdırmalar sahəsində mübadilələr həyata keçirirlər. Ümumiyyətlə qeyd etmək lazımdır ki, farmakokineza tək formada mövcud ola bilməz. Farmakokineza yaxın qohum fənlərlə belə götürək, sıx əlaqəlidir. Farmakokinezanı bilmək üçün mütləq şəkildə botanikanı, yəni günü bugündən biz onu belə deyək, adını dəyişmişik, əczaçılıq botanikasından demək, yəni son adı əczaçılıq botanikası, əczaçılıq botanikasına sıx təmasda olmalıdır. Dərman bitkilərinin quruluşu ilə bağlı, istər morfoloji, mikroskopik quruluşu ilə bağlı, anatomik quruluşu ilə bağlı məlumatları bilmək üçün hökmən botaniki bilmək lazımdır. Farmakokineza Latın dili fənni ilə, Latın terminlə sıx bağlıdır. Farmakokinezada demək, istər bitkinin tərkibində gedən biokimyəvi proseslər, istərsə də bitkilərin tərkibində olan bioloji fəal birləşmənin bir qismi sırf biokimya fənni ilə bağlıdır. Vitaminlərdir, fermentlərdir və digər bu cür qrup birləşmələrin tədris olunmasında, öyrənilməsində biokimya fənnində keçən terminlərin bilinməsi çox vacibdir. Farmakokineza farmakologiya fənni ilə sıx təmasdadır və yəni bilirik ki, hər hansı bioloji fəal birləşmədən söhbət gedirsə, onların göstərə biləcəyi farmakoloji xüsusiyyətlər, farmakoloji xassələr mütləq onlar haqqında məlumat olmalıdır. Farmakokineza fənni dərman vasitələrinin və ya dərmanların texnologiyası fənni ilə sıx təmasdadır. Çünki bizim təklif alıb bitkidən aldığımız bioloji fəal birləşmənin yekun bir dərman forması olmalıdır. Bir dərman vasitəsi şəklində salınmalıdır. Yəni bu yöndə də onlarla sıx bağlıdır. Eyni zamanda farmakokineza fənni belə götürək, analitik kimya, əczaçılıq kimyasına sıx bağlıdır. Çünki bizim dərman bitkilərin tərkibində olan hər hansı qrup birləşmənin eynilik, keyfiyyət reaksiyaları və ya miqdarın analizi aparılında mütləq şəkildə həm demək, müxtəlif kimyəvi reaksiyalara, eyni zamanda müasir fiziki kimyəvi üsullardan istifadə olmaqla bu proseslər həyata keçirməlidir. Yəni bu yöndə qeyd etdiyim kimi farmakokineza həmin fənlərlə sıx əlaqədə olması sizin diqqətinizə çatdırılır. Ümumiyyətlə farmakokineza haqqında danışanda ilk növbədə dərman bitkiləri termini ortaya çıxır. Nədir dərman bitkiləri? Tərkibində farmakoloji və ya bioloji fəal maddələri, yəni müalicəvi təsir xüsusiyyətinə malik maddələr olan bitkilər dərman bitkiləri, Plantae medicinalis adlanır. Dərman bitkiləri ümumiyyətlə ofsinal dərman bitkiləri və qeyri-ofsinal dərman bitkiləri olmadan 2 qrupa bölünür. Yəni bunların arasında fərq nə ola bilər? Əgər dərman bitkisi hər hansı ölkənin farmakopeyasına daxil olubsa, bu ofsinal dərman bitkisidir, yəni rəsmi dərman bitkisidir. Və ya hər hansı ölkənin xalq təbabətində, məsələn, Azərbaycan xalq təbabətində, Çin xalq təbabətində, Tibet xalq təbabətində istifadə olunursa, bu qeyri-ofsinal dərman bitkisidir. Yəni, ofsinal dərman bitkisindən qeyri-ofsinal dərman bitkisinin əsas fərqli xüsusiyyəti odur ki, ofsinal dərman bitkisi elmi baxımdan tam araşdırılıb, tərkibində olan bioloji fəal birləşmə, onun
hansı komponentlərdən ibarət olması, ondan dərman vasitəsinin alınması və bütün digər məsələlərə artıq müəyyən normativ texnik sənədlər tərtib olunub və onun tərkibi, keyfiyyəti haqqında bütün məlumatlar əldə edilmişdir. Dərman bitkiləri həmçinin öyrənmə dərəcəsində və praktik istifadəsinə görə də 3 qrupa bölünür. Effektli, perspektivli və potensial bitkilər. Bu terminlər effektli dərman bitkiləri o bitkilərdir ki, hansı ki hal-hazırda praktik təbabətdə, yəni ki, tətbiq olunur. Aptek şəbəkəsində biz bunun satışına rast gəlirik. Məsələn, aptek çoban yastığı, istiot nanəsi, inkarnat passiflorası, 2 dilimli gingo, adi boymadəran və digər effektli bitkilərdir. Yəni bunlar tam araşdırılıb və bunların bütün sənədləşməsi, normativ texnik sənədləri yerindədir. Perspektiv bitkilər. Bunlar fitokimya tədqiqatlara cəlb olunub. Bunların tərkibində olan üstünlük təşkil edən bioloji fəal birləşmələr müəyyən edilib. Müəyyən dərman vasitəsi də alınıb. Klinik tədqiqatlar da aparılıb, amma məsələ sona çatdırılmayıb. Yəni, günü bugün kimi bunların demək, istehsal prosesi həyata keçirsə, istehlak prosesi, yəni onların hələ ki dövrəyə buraxılması, praktik təbabətə tətbiqi hələ ki yekunlaşmayıb. Yəni, bir müddətdən 3 ildən, 5 ildən, 10 ildən mümkündür ki, bunlar artıq effektli bitki hesab olunsunlar. Potensial bitki o bitkilərdir ki, onların kimyəvi tərkibi öyrənilib, yəni fitokimya tədqiqatlar aparılır və bəlli olur ki, bunların tərkibində məsələn, alkaloidlər, flavonoidlər, saponinlər və ya ürək qliqozidı üstünlük təşkil edir. Hətta həmin birləşmələrin fərdi maddələri də əldə olunub. Amma növbəti klinika qədərki kliniki və digər tədqiqatlar yerinə yetirilmədiyinə görə, yəni bu bitki xammalının gələcəyi potensiallıdır. Ola bilər ki, 10 ildən, 20 ildən, yəni uzun bir müddətdən sonra bunlar da artıq perspektivli və effektli bitkilər sırasına keçə bilsinlər. Farmakognoziyada hər hansı dərman bitkisinə danışanda onun xammal kimi hansı hissəsində istifadə olması haqqında sual verilə bilər. Dərman bitki xammalı. Nədir dərman bitki xammalı? Dərman vasitəsi kimi istifadə olunan və ya onun alınmasına tətbiq edilən kimyəvi tərkibi heç bir dəyişikliyə uğramamış, yəni bioloji fəal maddələrini saxlamış bütöv dərman bitkisi və ya onun ayrı-ayrı hissələri dərman bitki xammalı adlanır. Burada müxtəlif terminlər var. Yəni ki, baxın, diqqət edin. Kimyəvi tərkibi heç bir dəyişikliyə uğramamış. Məsələn, aptek çoban yastığının çiçəklərini biz toplasaq, kölgəli yerdə qurutsaq, kimyəvi tərkibi ya dəyişilmir, ya cüzi dəyişikliyə uğrayır. Yox, əgər biz onu nəm yerdə və ya birbaşa gün işığı altında qurutsaq, kimyəvi tərkibi tam dəyişiləcək. Yəni artıq onun orqanizm üçün heç bir faydası olmayacaq. Bu terminlərə xüsusən diqqət edin. Toplanmasından, qurudulmasından, saxlamasından çox vacib asılı olaraq dərman bitki xammalı, keyfiyyətli və ya keyfiyyətsiz ola bilər. Həmçinin bütöv və xırdalanmış və ya ayrı-ayrı hissələri. Məsələn, deyək ki, elə bitkilər var ki, onun bütün hissələri xammal hesab olunur. Məsələn, adi xanım otu bitkisi. Yeraltı hissəsi kökləri istifadə olunur, otu istifadə olunur, yarpağı istifadə olunur. Elə bitkilər də var ki, onların yalnız bir hissəsi, məsələn, dediyim kimi, aptek çoban yastığının yalnız çiçəkləri xammal kimi istifadə olunur. İtburunun yalnız meyvəsi istifadə olunur. Yemişanın çiçəyi və meyvəsi yalnız xammal kimi istifadə olunur. Yəni, bu yöndə bu cür növbəti müalicələrdə həmin bitkiləri keçəndə daha ətraflı məlumat verəcəyik. Tip əczaçılıq praktikasında istifadə olunan dərman bitki xammalları siyah şəklində sizin diqqətinizə çatdırılır və yəni burada say məhduddur. Sizdən xahişim odur ki, ilk dərsdən başlayaraq bitkilərin xammalının Azərbaycan və Latın dilində terminlərinə diqqət edin və yadınızda qalsın. Çünki bu sonraki dərslərdə dəfələrlə təkrarlanacaq. Bitkinin yerüstü hissəsi və ya otu, herba, kök, radix, kökümsü, rizoma, kökümsü və köklər, rizoma et radix, kökümsüvü ilə kökləri, rizoma cum radicibus, soğanaq, bulbus, kök yumrusu, tuber, yarpaq, folium, çiçək, flores, tumurcuq, qəmmə, meyvə, fruktus, toxum, səmin, qönçələr, alabastra, qabıq, korteks. Həmçinin bitkilərin tərkibində ilk məhsullardır rast gəlinir ki, burada həmin məhsulların 3 dildə adı sizin diqqətinizə çatdırılır.
Bunlar pili yağlar, piylər, mumlar, epi yağları, qətran, kitrə, yağ qətran, yağ kitrə qətran, balzam, qurudulmuş şirələr, süd şirələri və ya lateks, yəni ki, sizin diqqətinizə çatdırılır. Farmakognoziyada, yəni farmakognoziyada biz tərifini deyəndə qeyd etdik ki, qismən heyvan və mineral mənşəli xam mallarda tədqiq olunur, öyrənilir. Heyvan mənşəli xam malları biz sizlə 4-cü kursda daha ətraflı keçəcəyik. Burada yalnız müəyyən qədər onların adlarını qeyd etmək istəyirəm ki, ilan zəhəri, arı zəhəri, ana arının südü, vərəm mum, bal, zəli, süngər, balıq yağı, lanolin, spermaset, panta, ispan böcəkləri. Həsən burada qeyd etmədiyimiz əqrəb son illər xüsusən bədxəstəliklərin müalicəsində əqrəb zəhərindən bir çox ölkələrdə, xüsusən İsraildə geniş şəkildə istifadə olmağa başlayıb. Sonra köpək balığı deyirlər, akulanın müxtəlif hissələrindən bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Burada qeyd olunan bütün bu heyvan mənşəli xam mallardan xüsusən arının məhsullarından bal biz bilirsiniz ki, məişətimizdə də geniş şəkildə istifadə olunur və son zamanlarda balın xüsusən təmiz, təbii baldan söhbət gedir. Orqanizmin immunitetinin gücləndirməsinə vacib olunması haqqında məlumatlar demək mövcuddur. Eyni zamanda balıq yağı. Adətən biz məişətdə, ümumiyyətlə ətrafımızda tez-tez omega 3, omega 6, omega 9 polidolmamış yağ turşularını eşidirik ki, bilavasitə bu balıq yağı ilə bağlıdır və həqiqətən orqanizmdə qanın tərkibində xolesterinin miqdarının azaldılmasında vacib rol oynayan demək, təbii müalicə vasitələrindən hesab olunur. Eyni zamanda qeyd etdik ki, az miqdarda da olsa mineral mənşəli xam mallardan naftalan nefti, mumya, müalicəvi palçıqlar, mineral sular, duzla və s. tətbiq olunur ki, bunların da biz sizinlə 4-cü kursda keçəcəyik. Naftalan nefti Azərbaycan təbii sərvətlərindən hesab olunur. Xüsusən dayaq hərəkəti sistemi xəstəliklərinin müalicəsində əvəz olunmaz təbii vasitədir. Azərbaycanda eyni zamanda bir çox müalicəvi palçıqlar da var ki, onlar da oynaq ağrılarında, revmatizm, radikulit və digər bu cür xəstəliklərin müalicəsində tətbiq olunur. Duzdağ, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən isti su mənbələrindən biridir. Təhqiq baxımından araşdırılmalı və perspektivli bir mənbədir. Amma təəssüflər olsun ki, günü bugün də həmin o mənbədən çox az istifadə olunur. Bu sırada mumya qeyd olunub. Mumyanın mineral və ya təbii mineral və ya heyvan və ya bitki mənbəyi olması haqqında müəyyən təzadlı fikirlər var. Bir çox alimlər mumyanın yüksək dağlıq ərazidə, Tibet dağlarında, Tian Shan dağlarında demək ki, yerləşən qayaların parçaları, qaya hissləri olması haqqında məlumat var. Yəni ki, mineral mənşələr. Digər alimlər sübut etmək istəyirlər ki, mumya həmin ərazidə yaşayan gəmiricilərin ifrazatı ilə bağlıdır. Çünki o mumyanın tərkibində ətrafda mövcud olan bitkilərin tərkibində olan flavonoidlər, kumarlar və digər birləşmələrə təsadüf olunur. Farmakognoziyadan danışanda konkret terminlər var ki, onlar haqqında sizin məlumatınız olmadı. Çünki biz bitkilərin tərkibində müxtəlif qrup bioloji birləşmələr keçdikdə həmin terminləri tez-tez müraciət edəcəyik. Bioloji fəal maddələr insan və heyvan orqanizmində bioloji proseslərə təsir göstərən maddələrdir. Təsir edici və ya farmakoloji fəal maddələr, dərman bitki xam malının terapevtik dəyərini təmin edən, formalaşdıran bioloji fəal maddələrdir. Müşahidə edici maddələr, bioloji fəal maddələrlə birlikdə dərman bitki xam malında olan metabolizm məhsullarının şərti adıdır. Onlar canlı orqanizmə müsbət və mənfi, pozitiv və negativ təsir göstərir. Əsas təsirci maddənin ekstraktivliyinə, farmakodinamikasına və farmakokinetikinə təsir edir. Baxın, yəni ki, bu bəzən də bununla yanaşı ballast maddələr bir terminində istifadə olunur. Son zamanlarda həmin ballast maddələr terminindən vaz keçilir. Bu nə nəvalıdır? Mümkün deyil ki, dərman bitkisinin tərkibində hər hansı bir birləşmə maddə olsun, amma o ballast, yəni ki, əhəmiyyətsiz, lazımsız bir şey olsun. Sadəcə olaraq ballast maddə şərti bir addır. Bugün hələ həmin o maddələrin və ya maddənin əhəmiyyəti sübut olunmuyor. Ona görə bir termin adı qoyublar. Bir şey dedim ki, ballast maddə, müşahidə edici maddə, əsas qrup bioloji fəal maddələr şərti xarakter daşıya bilər. Bir bitkinin tərkibində əsas qrup maddə saponin, digər bitkinin tərkibində həmin saponin müşahidə edici maddə ola bilər və
Bu mövzu çox geniş mövzu olduğuna görə konkret qrup biyoloji fəal birləşmələri keçdikdə o da sizə həmin ballast müşahidə edici və əsas qrup birləşmələri haqqında daha ətraflı məlumat verəcəyik. Terapevtik effektinə görə bitki məşəli maddələrin şərti təsdiqatı verilir burada. Farmakoloji fəal maddələr təmiz və ya ekstrakt halında olan eyni terapevtik fəallığa malik maddələrdir. Yəni bu məcmur şəklində oldu və ya ekstrakt şəklində oldu. Yəni onlar farmakoloji fəallığı formalaşdıran birləşmələrdir. Məsələn, ürək qlikazidləri, alkaloidlər, fəallığa qismən təsir edən maddələr. Bunlar sərbəst şəkildə fəallığı ekstraktın nisbətən daha az olan maddələrdir. Məsələn, hiperesin, dazootu ekstraktı daha güclü effekt göstərən ki, hiperesin, arbutin, aygulağı ekstraktı, marker, nişanlanmış maddələr. Bunlar o maddələrdir ki, konkret növ, cins və ya fəslə bitkilərin tərkibində mütləq şəkildə rast gəlinir və həmin bitkilərin və ya bitki növlərinin identifikasında vacib rol olunur. Məsələn, echinokozit, yalnız echinacea cinsinə daxil olan bitkilərin tərkibində rast gəlinir. Valipatriatlar, bunlar iridodlara aid birləşmələr olmaqla yalnız pişigotu cinsinə aid bitkilərin tərkibində, məsələn, dərma pişigotu bitkisinin kök unsurlarının tərkibində rast gələn təbii birləşmələrdir. Geniş yayılmış maddələr, kosmopolit maddələr. Biz onu deyirdik, yəni ki, kosmopolit, yəni ki, bu bitkilər haqqında da danışanlar, məsələn, deyir ki, bağ yarpağı kosmopolit bitkidir. Antarktida, Arktik olmadan dünyanın istənilən hissəsində bu bitkiyə rast gəlinir və bu cür bitkilər, biyoloji fəal birləşmələr də var. Vitaminlərdir, steroidlərdir, nişasta və digər bu cür birləşmələr demək olar ki, əksər bitkilərin tərkibində az və ya çox dərəcədə rast gəlinir. Ümumiyyətlə, farmakokineziyada biyoloji fəal birləşmənin kəşf olunma etapına biz diqqət edib görə bilirik ki, ümumiyyətlə, yalnız biyoloji fəal birləşmələrin yox, həm də bir çox kimyəvi proseslərin və ya tibbdə ilk adımlar atılanda hansı işlər görülüb, bu slayda sizin diqqətinizə çatdırır. Məsələn, signatura 16-cı əsrdə başlayıb formalaşmağa. Kimyəvi analiz 17-ci əsrdə, üzvü turşular, gliserin haqqında artıq 18-ci əsrdə məlumatlar olub. Alkaloidlər, saponilər, pil yağlar, efi yağları 19-cu əsrdən demək ki, mövcuddur. 20-ci əsrdə flavonoidlər, sadefenollar, terpenoidlər, ürək glikazidi, kumarin, aşı maddələri, ksanton, vitamin, polisaxarid, burada qeyd olmayan və digər çoxlu sayda biyoloji fəal birləşmənin kəşf olunub. 21-ci əsrdə, hətta 21-ci əsrin əvvəlində ilk 10 illikdə fenilpropanoidlər, ektisteroidlər, fermentlər və digər demək bunlar təklif olunub və hal-hazırda hətta tibb praktikasında müəyyən məqsədlərlə tətbiq olunur. Burada biz qeyd edəndə görürük ki, təbii birləşmələrdən ilk öncə alkaloidlərdir ki, bu da səbitləməsi birinci alkaloid morfindir 1805-ci ildə demək bitkidən alınıb. Həmçinin növbəti alınan təbii birləşmələr, bitkidən alınan təbii birləşmələr də alkaloidlərlə bağlıdır. Orada kafein, səbitləməsi atropin, kadein və digər bu alkaloidlər ardıcı olaraq morfindən sonra bitkilərinə alınır və xüsusən alkaloid haqqında o qeyd olunmalıdır ki, müasir tibbin bu inkişaf səviyyəsinə çatmasında müalicəvi vasitələrin hazırda istifadə olunma xüsusiyyətlərinə görə alkaloidlərin rolu danılmazdır. İstər alkaloidlər sərbəst şəkildə, istər onların sintetik, yarım sintetik vasitələri və onların analog preparatların alınması tibbdə bir çox xəstəliklərin müalicəsində əvəz olmaz vasitələr hesab olunur. Burada növbəti slayda var. Morfin, strixnin, xinin, kafein, nikotin. Bakı ardıcılığı görsün. Bütün bu qrup birləşmələr, yəni 50 il müddətində alınmış birləşmələr hamısı alkaloidlərə aid birləşmələr hesab olunur. Ümumiyyətlə, dərman bitkilərindən danışanda onların tərkibində hansı qrup birləşmələrin olması sizin diqqətinizə çatdırılmalıdır. Bitkilərin tərkibində hansı qrup birləşmələr olmasına asılı olmayaraq, hansı biyoloji fəal birləşmə olması asılı olmayaraq, onlar iki qrupa bölünür. İlk sintez məhsulları, ikinci sintez məhsulları və ya birincili sintez məhsulları, yəni ki, burada zülallar, karbohidratlar, lipidlər, fermentlər, vitaminlər. Yəni, bunlar bilavasitə bitkidə müxtəlif maddələrdən birincili sintez olunub və proses dayanmış olur. İkinci, yəni bu
fermentlər, ümumiyyətlə biz fermentlər sizinlə dəstək keçməyimizə görə müəyyən qədər məlumat verilib, amma bunun üzərində dayanmayaq. Çünki ikinci sintez məhsulları daha vacibdir. Yəni ikinci sintez məhsulları üzvü turşular, alkaloidlər, antrasen törəmələri, aşı maddələri, kumarinlər, flavonoidlər, efi yağları, saponinlər, sadə fenol birləşmələri, həmçinin burada qeyd olunmayıb lignanlar, iridoidlər, ksantonlar və digər bu cür birləşmələr böyük bir çeşid birləşmələr ikinci sintez və ya ikincili metabolitlər adlanırlar. İkincili metabolitlərin birinci metabolitlərdən fərqi odur ki, bunlar artıq bitkilərdə sintez olunmuş üzvü birləşmələrdən yenidən sintez olunurlar. Məsələn, alkaloidlər. Artıq bitkilərdə sintez olunmuş amin turşulardan müxtəlif tipli alkaloidlər sintez olunur. Və ya deyək ki, efi yağları, terpenoidlərdən söhbət gedirsə, onların sintezində mevalin turşusu rol oynayır. Artıq bitkidə mövcud olan, yəni birinci sintez olunmuş mevalin turşusundan efi yağlarının sintezi həyata keçirir ki, bu baxımda buna ikincili sintez məhsulları adlanır. İkincili sintez məhsulları bioloji fəallığına görə birinci sintez məhsullarından kəskin şəkildə fərqlənir. Və tibb praktikasında daha çox ikincili sintez məhsullarından müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunur. Bu ikincili sintez məhsullarından üzvü turşular biz ümumi şəkildə sizinlə keçmədiyimizə görə burada qısa şəkildə izahat veririk ki, bunlar alifatik və aromatik sıradan olan birləşmələr ola bilər və adətən biz hər hansı bir bitki mənşəli vasitəni qəbul etdikdə, meyvə xüsusən deyək ki, onun şirin, turşmaza, turş və s. olmasını qeyd edirik ki, həmin o dad, yəni ki, o turşuluğu, şirinliyi və digər bilavasitə və ya turşmaza olmasını bilavasitə bitkinin tərkibində olan müxtəlif üzvü turşularla bağlıdır. O da limon, alma, salisil və digər bu turşuların olmasına bağlıdır. Farmakokineziyada biz sizinlə hər hansı qrup bioloji birləşməyə keçdikdə mütləq şəkildə onlar haqqında ümumi bir məlumat verməliyik. Amma bizim bu birinci mühazirə olduğuna görə mən yalnız 1-2 dəqiqə müddətində qısa şəkildə alkaloidlər üzərində bunu sizin diqqətinizə çatdıracağım. Çünki biz alkaloidlər sizinlə inşallah 4-cü kursa geniş şəkildə keçəcəyik. Onlar haqqında hansı təsnifatlar var? Botaniki və ya filogenetik təsnifat, farmakoloji təsnifat və eyni zamanda kimyəvi təsnifat. Bu təsnifatlar arasında biz müasir təsnifat olan kimyəvi təsnifatlara xüsusi önəm veririk ki, bu təsnifata görə də məsələn alkaloidlər həqiqi, proto və pseudoalkaloidlər olmanın 3 qrupa bölünür. Yenə deyirəm, biz tanışlıq məqsədinə verdiyimizə görə uzun-uzadı bunlar üzərində də dayanmırıq. 20-ci əsrdə isə eyni zamanda alkaloidlərin təsnifatına aid Rus alimi Orexovun da təklifi olub və bir çox ölkələrdə bu təklif hal-hazıra qədər mövcuddur. Yəni, bu da kimyəvi quruluşa görə demək, alkaloidlər 12 qrupa bölünür. Amma bu kimyəvi təsnifat, müasir kimyəvi təsnifata görə isə həqiqi alkaloidlər, protoalkaloidlər və pseudoalkaloidlər, onlar yaranma mənbəyinə görə, xüsusən hansı amin turşusundan yaranma mənbəyinə görə qruplaşdırması həyata keçirilir ki, dediyim kimi 4-cü kursda o haqda sizə məlumat verəcəm. Burada alkaloidlərin zəhərli birləşmələr olması haqqında, həmçinin onların ağrıkəşliyi, hipotenzi, spazmolitik, mədə-bağırsak sisteminin sekresini gücləndirməsi, analeptik, ödqovucu təsir malik olması haqqında məlumatlar çatdırılır. Ümumiyyətlə, dərman bitkiləri və ya bitkilərindən alınmış birləşmələrin, maddələrin farmakoloji effektin proqnozlaşma sıxımı da bu slayda sizin diqqətinizə çatdırılır. Burada maddələrin sintetik, yarım sintetik və təbii olması, təbiilərin bitki mənşəli, heyvan mənşəli olması, həmçinin bitki mənşəlinin demək, üzvü və qeyri-üzvü olması, onların üzüm birləşmələrinin birincili metabolit, ikinci metabolit olması, birinci və digər axırda hər ikisinin mümkün bioloji fəal birləşmələri sizin diqqətinizə çatdırılır. Bu slayda da farmakoloji demək, effektin, bioloji fəal birləşmələrin farmakoloji effektin formalaşmasında fikir verirsiniz. Həm burada potensial birləşmələr, həm şərtli balast birləşmələr, həm də zəhərli və zəhərli olmayan maddələrin iştirakı əsasında hər hansı bir dərman bitki xam malını və ya fitovasitənin farmakoloji effektin formalaşma sıxımı sizin diqqətinizə çatdırılır. Həmçinin fitopreparatların farmakoloji və ya müalicə effektin proqnozlaşdırma modeli də burada sizin diqqətinizə çatdırılır. Burada da gördüyünüz kimi
Gözlənilən əsas effekt, müşahidəedici effekt, əlavə təsirlər, mümkün toksiki təsirlər, bilavasitə tədqiq olunan və ya təklif olunan bioloji fəal birləşmənin göstərə biləcəyi effektlərdir. Və onlardan alınan fitopreparatların və göstərə biləcəyi və yekun müalicə effektinin alınma sxemi sizin diqqətinizə çatdırıldı. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, dərman bitkilərin tərkibində, təqribən onların ümumi kütləsinin 70-90%-ni demək, adicə su təşkil edir. Amma bütün bundan yanaşı bitkilərin tərkibində 21 müxtəlif kimyəvi elementlərə rast gəlinir. Xüsusən onlardan 16 kalium, natrium, kalsium, magnezium, dəmir, sink, kobalt, mis, mangan, karbon, hidrogen, oksigen, azot, fosfor, kürt, silisium. Demək olar ki, bütün bitkilərin tərkibində rast gəlinir. Amma 5 element var ki, bordur, alüminiumdur, yoddur, molibdendir, vanadium. Yalnız tək-tük bitkilərin tərkibində rast gəlinən birləşmələrdir. Ümumiyyətlə, bitkilərin tərkibində olan kimyəvi elementlər haqqında danışanda onların makroelement və mikroelement olması qeyd olunmalıdır. Amma qabacan da deyəm ki, biləsiniz ki, bunlar da şərti xarakter daşıyır. Bir bitkinin tərkibində makroelement miqdarından asılı olaraq digər bitkinin tərkibində mikroelement ola bilər. Çox az hallarda olsa da bu müşahidə olunur. Makroelement nədir? O külün tərkibində, yəni tədqiq olunan bitkinin külün tərkibində o kimyəvi elementin miqdarı 0-dan %1%-dən çoxdursa, bu makroelementdir. Və daha çox kalium, natrium, kalsium, magnezium və digər bu cür kimyəvi elementlərə təsadüf olunur. Tədqiq olunan bitkinin külünün tərkibində elementin miqdarı 0-dan 1%-dən azdırsa, bu mikroelementdir. Kobalt, dəmir, mis, xrom, sink, gümüş və s. bu cür birləşmələr, bu cür kimyəvi elementlər demək, həmin o mikroelementlərə aiddir. Yadda saxlayın, bitki və ya dərman bitkisi yandırılıb, közərdilib, kül alındıqdan sonra o külün tərkibindəki demək, mineral qarışıqda bu elementlər, makro mikroelementlər tədqiq olunur. Bilirsiniz ki, üzüm maddələr yanıb tam yox olma dərəcəsinə malik olduğuna görə artıq külün tərkibində yalnız mineral mənşəli birləşmələr qalır. Ona görə də közərdikdən, yandırıldıqdan sonra həmin külün tərkibində makro mikroelementlər demək tədqiq olunur. Burada mikroelementoz bir xəstəlik haqqında söhbət gedir. 20-ci əsrin 70-ci, 80-ci illərdə Rus alimi Ars tərəfində təşkil olunub. Yəni orqanizmdə makro mikroelementlərin qıtlığı, artıqlığı və ya disbalansı ilə bağlı olan bir xəstəlikdir və sonradan hal-hazırda həqiqətən mikroelementlərin insan orqanizmi üçün nə qədər vacib rol oynadığı haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür və bir şeydə sizə diqqətinizə çatdırım ki, demək, nəinki müasir dövrdə, çox qədim dövrdə, xüsusən Tibet, Hind, Çin təbabətində bir çox element, demək, mineral mənşəli xammalardan geniş şəkildə istifadə olunub və hətta o vaxtdan da o mineral mənşəli xammaların insan orqanizmi üçün nə qədər faydalı ola biləcəyini demək, sübut ediblər. Məsələn, Yaponiyada, Koreyada və digər bu cür ölkələrdə müxtəlif dəniz məhsullarından, deyək ki, yosunlardan, məsələn, laminariyadan istifadə olunur. İndi sübut olunur ki, laminariyanın tərkibində çoxlu sayda müxtəlif, demək, mineral mənşəli, xüsusən müxtəlif kimyəvi elementlər müşahidə olunur ki, bunlar da bilavasitə orqanizmin demək, müxtəlif patoloji proseslərdən mühafizə etməsində vacib rol oynayır. Hal-hazırda elmi təbliğat sübut edib ki, məsələn, müəyyən qrup birləşmələr, kimyəvi elementlər orqanizmə çatışmadıqda nələr baş verə bilər? Ümumi şəkildə bəzi elementlər haqqında sizin diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, söhbət nədən gedir? Sadəcə birinci, daha çox məsələn, tanınmış elementlərdən, məsələn, dəmirdən söhbət gedir. Dəmir tənəffüs pigmentlərinin, həmçinin hemoglobinin, mioglobinin və digərinin tərkibinə daxildir. Görün, əgər məsələn orqanizmdə dəmir çatışmasa, anemiya, məsələn, mioglobinin qıtlığı baş versə, kardiopatiya, eyni zamanda skelet əzələlərinin atoniyası baş verə bilər. Ona görə, məsələn, mütləq şəkildə tərkibində dəmir olar, dəmirlə zəngin olan
bitki mənşəli vasitələr və ya dərman bitki xammalarından, məsələn, alma, balqabaq toxumu, yer kökü, ispanaq, topinambur, qarıdalı, təzə cücərdilmiş buğda toxumları, eyni zamanda küncü toxumları, püstə, paxla kimilərə daxil olan bitkilər, məsələn, istifadə olması vacib məqamdır. Növbəti vacib, məsələn, mikroelementlərlə sink haqqında biz danışa bilərik. Bilirik ki, sink orqanizmdə yalnız insulin yox, həm də bir çox digər fermentlərin tərkibinə daxildir. Qan yarama sistemində iştirak edən vacib elementlərdən biri hesab olunur. Orqanizmdə sinkin qıtlığı müşahidə olanda həmin insanın iştahası azalır, anemiya, allergik xəstəliklər baş verə bilər, hətta bədən çərkisinin həddən çox azalması, görmə itilinin azalması mümkündür. Belə vəziyyətlərdə ümumiyyətlə orqanizmə ehtiyac olan sinklə zənginləşdirmək üçün belə götürək də vələmir yarması, soya, Yunan qozu, gündəlik bizim qəbul etdiyimiz qoz ləpəsidir, qaragilə, kakao, müxtəlif göbələklərdir, pivə mayasıdır. Yəni, müəyyən qədər belə götürək, pendir, yumurta sarısı, yəni bu cür vasitələrin tərkibində üstünlük təşkil etdiyinə görə sinkin orqanizmdə qıtlığını aradan götürmək üçün bu cür qida məhsullarının qəbul olması vacib məqamlardan biridir. Növbəti kimyəvi element selen haqqında danışa bilərik. Qida rasionunda selenin qıtlığı immunitin zəifləməsi, hansı ki hazırda bu yol verilməz, indiki pandemiya dövründə yol verilməz haldır. İltihabi xəstəliklərin meylinin artması, hətta qaraciyərin funksiyasının azalması, kardiopatiya, dəri, dırna və saçın xəstəlikləri, hətta aterosklerozun güclü inkişafına səbəb ola bilər ki, bu mikroelementi orqanizmə mütləq zənginləşdirmək lazımdır və çox sadə bir qida əhəmiyyətli vasitələr tətbiq etməklə bunu aradan götürmək olur. Amma mütəmadi olaraq qəbul olunmalıdır. Sarımsaq, buğda kəpəyi, çubdar çörəyi, eyni zamanda təmizlənmiş, cilalanmış düyü yox da təmizlənməmiş. Yəni ki, təbii şəkildə olan düyü yeməkləri qəbul olunmalıdır. Göbələklər, mal və toyuq əti, eyni zamanda yumurtanın ağı və dəniz balıqlarından geniş şəkildə istifadə olunması, yəni dediyim kimi, həmin o çatışmazlığı aradan götürmək olur. Yəni bu mikroelementlər haqqında uzun-uzadı danışmaya ehtiyac yoxdur. Çox məqsəd biokimya dərsində keçəcəksiniz və növbəti slayd sizin diqqətinizə çatdırıram. Dərman bitkiləri farmakokineziyada necə tədris olunur? İlk növbədə diqqət edin, xam malın, bitkinin və fəslərin Azərbaycan və Latın dilində adları deyilməlidir. Bitkinin botanik təsvir edilməlidir. Bitkinin coğrafi yayılışı və becərdiyi rayonlar qeyd olunmalıdır. Xam malın tədariki, qurudulma qaydası, xarici görünüşü, keyfiyyəti və digər göstəricilər deyilməlidir. Xam malın kimyəvi tərkibi, əsas təsirci maddələrin quruluş formulları, eyni zamanda bitkinin xam malından hazırlanan dərman preparatları və onların tivdə tərkibləri haqqında məlumat verilməlidir. İndi biz çoban yastığı bitkisi haqqında qısa da olsa, yəni çox uzun dayanmaq vaxtımız yoxdur, çünki biz 60 dəqiqə müddətində mühazirəni yekunlaşdırmalıyıq deyə. Aptek çoban yastığı, Hamomilla recutita. Hansı fəslərdir? Mürəkkəb çiçəklər, Asteraceae, xam malı, çoban yastığı çiçəkləri, Flores hamomilla. Bir illik ot bitkisidir. Tərkibində demək, efir yağlarından bizabolen, kadinen, mirsen, azulen, hamazulen, qvazilen üstünlük təşkil edir. Flavonoidlərdən apigenin, luteolin, demək, həmçinin kversetin, kemferol və kosmosin aşkar edilmişdir. Çoban yastığı bitkisinin farmakoloji xassələri burada qeyd olunub. Baxın, spazmolitik effekt, antiseptik, iltihab əleyhinə, allergiya əleyhinə, meteorizmi aradan qaldırması, zəif bəlğəmgəlçici xüsusiyyəti, yara sağaldıcı, hemostatik, kapilyar damana kövrəkliyi azaltması, antivirus effekti. Bu bilavasitə onun tərkibində olan baxın, slayda verilib onun üzərində dayanmırıq. Efir yağlarından, flavonoidlərdən, kumarinlərlə bağlı olması sizin diqqətinizə çatdırılır və tibb praktikasında hal-hazırda ən çox istifadə olunan bitkilərdən biri aptek çoban yastığıdır və onun bəzi preparatların adı burada sizin diqqətinizə çatdırılıb. Tonzilgon, romazolan, rotokan və digərləri. Ümumiyyətlə, bugünkü mühazirədə farmakokinezin analiz olaraq sizə müəyyən qədər
kısa da olsa məlumat verim. Farmakologiyasının ana üsulları makroskopik, mikroskopik, fitokimyəvi, əmtəkili və bioloji analiz olmaqla 5 qrupa bölünür. Makroskopik analiz adından bəlli olduğu kimi morfoloji quruluşuna görə dərman bitki xammalının eynilik təyinlə əsaslanır. Mikroskopik analiz quruluşu dərman bitki xammalının anatomik quruluşuna görə onun eynilik təyin etməyə əsaslanır. Fitokimyəvi tədqiqat, fitokimyəvi analiz dərman bitki xammalının tərkibində olan bioloji fəal birləşmələrin keyfiyyət, yəni eynilik və miqdarı təyinatının həyata keçirilməsi, həmçinin dərman bitki xammalının tərkibində olan bioloji fəal birləşmələrin fərdi maddələrə bölünməsi, onların müasir fiziki kimya üsullarının təyin olunması və sair məsələlərə əhatə edilir. Əmtəkili analizi dərman bitki xammalının təmizliyini və keyfiyyətini nəzarət etmək üçün həyata keçirilir və əmtəkili analizində adətən dərman bitki xammalının ədədi göstəriciləri və ya farmakopiya göstəriciləri, dərman bitki xammalının nəmliyin təyini, külün təyini, ümumi 10% xlor tüsünə həll olan külün təyini, bitkiyə qarışa biləcək onun digər hisslərinin miqdarı, üzvü qarışıqlar, mineral qarışıqlar, demək, eyni zamanda ekstraktiv maddələrin miqdarı təyin olmaqla həyata keçirilir və bütün bunlar dediyim kimi farmakopiya göstəriciləri adlanmaqla hər hansı dərman bitki xammalının normativ texnik sənədində mütləq şəkildə qeyd olunur və dərman bitki xammalının istehsal və istehlak prosesində həmin göstəricilərə görə onun keyfiyyətinə nəzarət həyata keçirilir. Bir şey də qeyd edim ki, burada bioloji analiz yalnız tərkibində ürək qliqozidləri olan dərman bitkilərinə tətbiq olunur və valur və təsir vahidi ilə qeyd olunmaqla qurbağa təsir vahidi, pişik təsir vahidi və göyərçin təsir vahidi kimi formalaşmışdır və ürək qliqozidlərinin inşallah sizinlə keçəndə o haqda məlumat verəcəm və burada ümumi şəkildə farmakognoziya fənninin tədqiq olunmasını biz məlumat verdik və bu fənnin ümumiyyətlə hansı aktual məsələlər qarşısında durumluğunu diqqətə çatdırmaq istəyirəm ki, bu slayda da görünür. Dərman bitkilərindən və dərman bitki xammalından səmərəli istifadə yollarını axtarmaq, ölkəyə idxal olunan fitovasitələrin analoq olan hazırlanması və tətbiqi, dərman bitki xammallarına aid standartlaşdırma üsullarının təkmilləşdirilməsi, rəqəmsal mikroskopiya, nazik təvəqqüzlə xromaterapiya, qaz maye xromaterapiya və yüksək effektli maye xromaterapiya üsullarının tətbiqi. Əsas problem isə ümumi bu məsələlərlə tələbə, eləcə də gələcək magistrlərdə peşəkar düşüncə tərzini formalaşdırmaqdır. Həmçinin burada əczaçılığın qarşısında duran məsələlərdir. Çox güman ki, görürsünüz, bunlar oxşarlar. Yalnız burada saxta dərman vasitələrinin geniş çeşidinin olmasıdır ki, buna hər bir əczaçı olaraq, gələcək əczaçı olaraq buna diqqət eləməliyik. Eyni zamanda molekulyar farmakologiyanın inkişafı da vacib məqamlardan biridir. Burada ümumiyyətlə farmakologiyada yeni dərman bitkilərinin axtarışı üsulları təklif olunur. Xalq və ənənəvi təbəbətin təcrübəsindən yararlanmaq, xalq təbəbətində artıq istifadə olunan bitkilərin daha dərindən öyrənilməsi, filogenetik, yəni qohumluq prinsipinə görə və ələk üsulundan araşdırılması. Yəni bu xalq təbəbətinin təcrübəsi istifadə olması haqqında müazənə və nəsə qeyd eləmişdik. Filogenetik üsuldakı qohumluq prinsipinə görə, yəni ki, əgər bir cinsə daxil olan bitkinin bir növündə hər hansı bir maddə, bioloji fəal birləşmə təyin olunsa, digər növlərdə təyin olunmaqla, tədqiq olunmaqla həmin maddənin olması araşdırılır. Ələk üsulu da çox ibtidai üsul olsa da müəyyən qədər tətbiq olunur. Məsələn, Quba rayonunun yüksək dağlıq ərazisində 10 bitki toplanır. Onların tərkibində məsələn deyək ki, üstünlük təşkil edir alkaloid. Növbəti 10-20 bitkidə toplanır və bilavasitə həmin ərazidə demək alkaloidlərin olması müəyyən edilir. Və bu da yəni ki, coğrafi mühitdən asılı olaraq bitkinin tərkibində hər hansı qrup bitkinin, hər hansı bir qrup təbii birləşmənin üstünlük təşkil edə biləcəyindən bağlı olduğuna görə yəni bu nüanslara diqqət edilir. Bu yekun slayda mən sizin diqqəti çatdırıram ki, yer kürəsində 300 mindən çox, Avrasiyada 75 mindən çox, Qafqazda 6 min, Azərbaycanda isə 4100-dən çox bitki növü var. Təəssüflər olsun ki, 4100 bitki növündən hal-hazıra qədər son baxmayaraq ki, 70, 80, 90 ildə tədqiqatlar aparılıb, 100-dən az bitki növü Azərbaycanda tədqiq olunub. Və görün, siz gənc, perspektivli əczaçı kadrlara gələcəkdə necə vacib işlər gözləyir ki, ölkəmizin potensial
ehtiyatlardan olan, təbii sərvətlərindən olan dərman bitki xammalarının araşdırılması həqiqətən çox vacib, perspektiv məsələdir və bu işdə hamımıza uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun, gəlin münazirələrdə görüşərik.